Qəbələdə 6 sotda 160 min manata belə bir gözəl ev tikə bilməzsiniz. Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Paket kupça. Torpağın da evin də sənədləri tam qaydasındadır. Mərtəbə arası beton monolit olan, axıra qədər cütqat tikilmiş və axırda da kəmər belə atılmış gözəl bir dənə ev təqdim edəcəm. 90% işləri tamamlanıb. Ətraf həyət hasarlanıb dəyərli izləyicilərimiz. Qapısına kimi, bahalı qapısına kimi qoyulub. Buradan göstər zəhmət olmasa. Dəyərli izləyicilərimiz, gözəl mənzərəsi var, Qafqaz dağlarına açılan mənzərədə. Elə mən bunu sizə balkondan göstərəcəm, evin balkonundan. Qarşıya da çox gözəl mənzərə açılır. Qeyd etdiyimiz kimi 90% işlər tamamlanıb. 10-15 min manat bugündən sonra bura pul lazımdır ki, siz buranı istifadə edə bilərsiniz. Tikdikdən sonra da inşallah 400-450 manat, 500 manata kirayə verirsiniz buranı. Bura birinci mərtəbədə olan qaraj hissəsidir. Siz istəsəz buranı bağlayıb otaq da eləyə bilərsiniz. İşıq xəttləri içərisinin kanalizasiya sistemi hamısı qoşulub dəyərli izləyicilərimiz. Bismillah. Birinci evin girişində sağ tərəfdə mətbəx hissəsidir. Otaqlar çox geniş götürülüb. Qeyd edim ki, şəxsi özləri üçün tikdiyi bir evdir. Kombi xəttlərinə qədər atılıb. Burada zal hissəsi geniş. Çox gözəldir, genişdir. Tavan işi görülübdür, pol işi görülübdür. Yəni buranı yenə qeyd edim, 10-15 min xərci var. Sanuzel haman birinci mərtəbədə. Qaladovka hissəsi də var. Qeyd etdiyim kimi, qaraj hissəni siz otaq da eləyə bilərsiniz. Pilləkən hazırlanıb. İkinci mərtəbə ilə də tanış edim sizə dəyərli izləyicilər. İkinci mərtəbədə 4 dənə yataq otağıdır. Hələ hol hissəsi, bunun koridor hissəsi nə boyda, nə genişlikdədir. Yəni çox adam, yəni satış üçün, kirayə üçün tikənlər çoxsu belə tikmir. Acı bu boyda yer qalır, qardaş, buranı da özü üçün otaq eləyir. Bura birinci yataq otağı. Otaqlarımızı tez göstərək, aparatır zəhmət olmasa. Qapısına kimi asfalt gəlir, dəyərli izləyicilər. Bura ikinci yataq otağı. Üçüncü və dördüncü yataq otağı. Dəyərli izləyicilərimiz, bu malikanəmizin qiyməti 160 min manatdır. Hələ burada torpağın mən sizə deyim ki, aldım dünyası da yerin minimum 15, 16, 17, 18 min manata burada torpağın qiyməti. Gəlin də vur çıx böl hesabla görə. Bu evi sən qalan summada tikə bilərsən? Yox. Sənədlər də tam qaydasında. Gəl buradan da mənzərəni göstərim. Qarşıya da açılan çox gözəl mənzərə. Dəyərli izləyicilər, videonun altına nömrəni qeyd edəcəm. Zəng edirsiniz, məlumat alırsınız. Alana da, satana da xeyirli olsun. Qəbələ rayonunun yuxarı hissəsindədir, polis idarəsindən yuxarıdadır. Qapısına kimi asfalt gəlir, bütün kommunallar da var. Sağ olun, salamatda qalın.